Halleluya. Şükürlər olsun ata. Şükürlər olsun, izzət olsun ya Rəbb. Sənin olduğun yerdə ya Rəbb. Səninlə görüşəndə ata, biz o qədər və o qədər xoşbəxt oluruq. Həqiqətən də ata, səninlə olduğumuz üçün həyatımızda nə varsa, başımıza nə gələcəksə ata, hər şeyi sənə buraxa bilirik. Və səninlə bu gözəl görüşü edə bilirik ya Rəbb. Minnətdarıq sənə. Düzgün münasibətlərimiz olduqda səninlə ya Rəbb. Ya Rəbb, bizim çətinliyimiz nə olursa olsun, hansı vəziyyətdəyizsə, gözümüzü ancaq sənə dikirik, sənin vədlərinə. Və sənin vədlərinə, sənə gözümüzü dişdiyimiz üçün, ata, biz o çətinlikdən çıxa bilirik. Biz imanla yanaşa bilirik, ata. Və bu iman, ata, bizi bu vəziyyətdən tamamilə qurtara bilir. Ata, sənin, ata, bizim üçün nə vəd vermisənsə, nə sahib olduğumuz varsa, ya Rəbb, biz ona inamla yanaşırıq. Səndən gələn ruhun səsini eşidirik və biz sakitləşə bilirik. Çünki bu səs bizi dünyanın hər bir vəziyyətindən qurtarır. Bu səs bizə xeyir-dua verir. Ata, biz o qədər və o qədər sənin qarşında dayana bilirik və səni sevdiyimizi deyə bilirik. Həyatımıza verdiyin xeyir-duanı sənə çatdıra bilirik, ya Rəbb. Təşəkkür edə bilirik. Həqiqətən də ata, sən bizi dünyadan qurtardın. Doğru həyat, doğru insanlarla sən bizi birləşdirdin. Doğru yola yönləndirdin. Bunun üçün sənə təşəkkür edirik. Ətrafımızda kim varsa, o insanlar üçün sənə xeyir-dua veririk ki, sən onları bizim üçün, ya Rəbb, hazırladın. Və bizim ətrafımız, yanımız, yürəyimiz daima ata, sənə ata, ya Rəbb, alqış və izzət verə bilir. Qoy bizim bütün istəklərimiz tamamilə sənin qarşında daimi və daimi xeyir-dua içində olsun. Ya Rəbb, biz həqiqətən ata, hər vəziyyətimizdə, atdığımız hər addımda, yaşadığımız hər anda həqiqətən sənə hörmət edə bilək. Həqiqətən də sənə hörmət etməyi seçə bilək ki, bütün vəziyyətlərdə səni düşünüb, o vəziyyətlərdən alnı açıq, üzü ağ çıxa bilək. Əgər biz sənə hörmət ediriksə, əgər biz səndə yaşayırıqsa ata, əgər biz sənin bu gözəl istəyin qarşısında yaşayırıqsa ata, heç bir ata günah etməyəcəyik, ya Rəbb. Minnətdarıq sənə ata. Minnətdarıq ki, sən bizim həyatımıza xeyir-dua vermirsən. Bunun üçün sənə təşəkkür edirik. Addımlarımızı qoruyursan ata, bizi doğru yollara yönləndirirsən. Minnətdarıq ki, sənə ata, sən bizi doğru insanlarla təşviq edirsən ata. Minnətdarıq sənə. Və biz ata, həqiqətən də, ya Rəbb, sənə hörmət etməklə bir çox vəziyyətlərdən çıxa bilirik. Bir çox vəziyyətlərdən qurtula bilirik. Sənə şükür olsun. Sənə izzət olsun. Bu gözəlliyə görə ki, bunları sən bizə bəxş etdin ata. Sən bizi daha da böyük işlər görməyimizi istəyirsən. Çünki bizim daha böyük işlərimiz bizim qələbəmizdir ata. Gündən gün ata səndə güclənməyimiz, ya Rəbb, bizim üçün daha da həyatımıza zəfər gətirir ata. Qoy heç bir vaxt ata həyatımızda səhralıqlara baxmayaq. Qoy heç bir vaxt baxmayaq ki, bizim həyatımızda quru mövsümlər var, quraqlıqlar var. Və biz baxaq sənə, sənin gözlərindən gələn o işıq bizi tamamilə dəyişdirə bilsin. Sənə şükürlər olsun, sənə izzət olsun. Minnətdarıq sənə ata. Minnətdarıq ki, sən bizi bu dünyadan seçdin. Sən bizə həyat bəxş etdin. Sən bizi ata, gündən günə dəyişdirirsən. Həqiqətən də ata, sən bizimlə danışırsan və deyirsən, mən sənin qaranlıqlarımı işığa çevirmişəm. Biz sənin bu səsini eşidə bilirik, ya Rəbb. Və imanda daha da böyüyə bilirik, ya Rəbb. Vədlərinə inanırıq, ya Rəbb. Çünki sənin vədlərin, sənin ağzından çıxan sözlərdir. Və biz bu vədlərdə günü-gündən möhkəmlənirik. Şükür olsun sənə, izzət olsun, ya Rəbb. Şükürlər olsun ki, ata, sən bizi hər bir vəziyyətdə mübarizə aparmağa doğru aparırsan.
və bizi izləyirsən, heç bir vaxt bizi tərk etmirsən. Bizə daimi öz yöntəmlərini göstərirsən. Qoy həqiqətən də ata, bizim həyatlarımız ata, daimi səmimi olsun ya Rəbb, sənin qarşında. Ya Rəbb, olduğumuz kimi. Ya Rəbb, sənin bizi gördüyün kimi görünə bilək ya Rəbb. Çalışmayaq ki, biz özümüzü başqa cür göstərək. Olmadığımız kimi deyil. Biz ata, sənin səmimi övladların ola bilək. Ya Rəbb, minnətdarıq sənə. Ata, sən bizi ata qoruyursan. Dünyanın hər vəziyyətindən qoruyursan. Günü-gündən bizi dəyişdirirsən. Günü-gündən bizim həyatımıza böyük bir xeyir-dua verirsən. Bu xeyir-dua ancaq və ancaq göylər atasından gəlir. Bu xeyir-dua ancaq bizi dəyişdirə bilir. Bu xeyir-dua bizim bütün yöntəmlərimizi tamamilə düzəldə bilir. Xeyir-dualar ata gəlir bizim həyatımıza. Biz haçan ki sənin xeyir-dualarını tapmağa başlayanda, ya Rəbb, biz təəccüblənmirik. Və imanla, inamla yaşamağa amin deyirik ya Rəbb. Və sənin bütün xeyir-duanı həyatımıza bəyan edirik. Sən ata həqiqətən ruhsan. Sən kəlamın da deyir ki, sənə ibadət edənlər ruhda və həqiqətdə. Həqiqətən ibadət etməlidir. Həqiqətən biz ruhda sənin qarşında dayanırıq. Necə ki, sən ata öz kəlamında bizə bunu göstərirsən. Ya Rəbb, sən bizə iradənə uyğun şəkildə dua etməyi öyrədirsən. Ya Rəbb, necə sənə yaxınlaşmağı öyrədirsən. Ya Rəbb, biz bir zamanlar ata, itmiş bir oğul uyduq ata, sən gəldin. Elə bir gözəlliklə həyatımıza girdin ki ata, necə ki Zəbur 91-də sən deyirsən, hara getsəniz, mələklər sizi qorumağı əmr edəcək. Ya Rəbb, həqiqətən də ata, əgər bizim nəfəs almağımız həqiqətən sənsən ya Rəbb və biz sənə həmd edirik. Bu gözəl sözlərə görə ata, bu gözəl müjdəyə görə biz sənə minnətdarıq ata. Minnətdarıq ki, sən bu gözəlliklərini bizə asdın, verdin, bizi dəyişdirdin, bizə həyat bəxş etdin. Həqiqətən də ata, qoy iman ruhu bizim həyatımızda o dərəcədə yüksəlsin ki, biz nə fırtına olursa olsun sənə həmd etməyi tuta bilək. Nə olursa olsun ya Rəbb, heç bir vəziyyətdə, heç bir qaranlıq vəziyyətdə ata, biz sənin ardınca getməkdən başqa heç bir şey düşünməyək. Minnətdarıq sənə ata. Çünki sən bizi dünyanın hər bir vəziyyətindən qutardın. Bizi tamamilə qorxulardan azad etdin. Biz sənə etibar etməyi artıq bacara bilirik. Bu sənin sayəndədir ya Rəbb. Bir zamanlar biz sənə necə dua etməyi, necə sənin qarşında dayanmağı belə bilmirdik. Ancaq sənin kəlamın gəldi. Ya Rəbb, necə ki Zəbur 119-da deyirsən ki, sizin ayaqlarınız artıq bir çıraqdır. Yoluma bir işıqdır. Həqiqətən də ata, sən bizim ayaqlarımızı çıraq etdin ata. Sənin sözün bizim ayaqlarımıza bir çıraq oldu. Yolumuza işıq oldu. Bu gözəl xeyir-dualara görə biz sənə çox-çox minnətdarıq. Həmd etdikcə biz sənin qarşında həmd edirik ya Rəbb. Sənin qarşında həmd etməkdən doymuruq. Çünki sən var olan, var olmuş atasan. Sən bizi düzəldən, bizi gücləndirən Rəbbsən. Hər zaman bizi dəyişirsən. Hər zaman sənin sözün bizim həyatlarımızı dincəldir və rahatladır. Ya Rəbb, ruhumuz tamamilə istirahət edə bilir. Çünki bu ruhu sən bizə verdin. Halleluya, Rəblərin Rəbbi. Amin.